Salam yoldaşlar, hər biri salamlayıram. Bugünkü dərsimizdə YTS-nin 6-cı dərsidir artıq. İndi RAM haqqında, ekran kartı və monitor tipləri haqqında, ekran tipləri haqqında danışacağam bugünkü mövzuda. Bugünkü mövzuda nəzəri mövzu olacaq. İndi bundan 2-3 video ya da nəzəri mövzular bitər. Artıq format dərsi ilə biz nəzəri deyil, artıq praktiki dərslərə keçiddə başlayacağıq. Təbii ki, praktiki dərslərdə də müəyyən bir nəzəri hissə olacaq, amma ən çox fokus praktik hissələr olacaq da, daha maraqlı hissələr onlar olacaq. Amma bunları da bilmək vacibdir. Ümumi nəzəridə nə qədər şərait yoxdur, ona görə praktik videolarda heç kim göstərə bilmirəm. Amma videoya kəsintiləri yadlara əlavə edəcəm ki, biraz maraqlı olsun. Bu videodan başlayıram onlara. Neyse, davam ilə yoldaşlar. Deməli, read-only memory keçən dəfə keçdik. Bildik ki, bu sadəcə oxuna bilir, yaddaşdır. Anaplator üzərində lehimlənmiş formada olur. Bunlar əməliyyat sistemi proşifkası kimidir. Yəni bütün ayarlar hardan yüklənəcək, necə yüklənəcək bu ROM üzərində təyin olunur. Bəs RAM nədir? RAM random access memory'dir, müvəqqəti yaddaşdır. Artıq storage qurusunun və SSD və hard disk M2-dən, NVMe-dən olan məlumatlar RAM-a yüklənir ki, buradan kondensator və tranzistorun vasitəsilə məlumatlar burada saxlanılır. İndi kondensator, tranzistor nədir? Tranzistor bilirik ki, sadəcə 1 və 0 vəziyyətində olur, yəni açıq və qapalı rejimdə. Kondensatorda isə həmin elektrik cərəyanları saxlayır. Nəticədə bu kondensasiya nəticəsində məlumatlar saxlanır, tranzistor nəticəsində ötürülür. Məlumatlar bu tipdə RAM-larda saxlanılır. Sadəcə ötürüldükdə artıq tranzistor rol oynayır, 1-0, 1-0-lara təyin edir. Amma artıq məlumat saxlanıldıqda kondensator vasitəsilə məlumat da saxlanılır. Ümumi RAM belədir, danışsaq. Yəni bunu belə çəkib də göstərə bilərəm. Bunu çəkək. Bunu açın bir dənə. Bunu getirsəm bura qoysam, bu ekran eləsəm, getirsəm buradan belə göstərə bilərəm. Belə deyək ki, bu kondensatordur. Burada da oynayan tranzistordur. Elektrik cərəyanından məlumat qalır burada. Məlumat içində belə deyək də. Artıq məlumatın necə olduğu, necə göndərəcəyi tranzistor oynayır. Buradan 1-0, 1-0-lara ötürür. Məlumat buradan belə gedir ki, artıq istifadə oluna bilər. Məlumat çevrilir də belə deyək. Bütün məlumatlar da elektrik enerjisinin nəticəsində olunur. Yəni tranzistor vasitəsilə ötürülür. Burada RAM kondensator tranzistorundan elektrik üzərindən oynadığından artıq həddən artıq sürətli olur da. Yəni nə qədər NVMe-lər inkişaf eləsə, RAM-lar heç vaxt çata bilməz də, çünki o dərəcədə sürətlidir. Belə. Davam edək. RAM-la ROM fərqindən danışacağım. Biri daimidir, biri müvəqqəti, biri dəyişilir, biri dəyişilmir. Ondan sonra danışıq RAM-la ROM-la. Bunların təbii ki, ROM-ların növü ayrıdır. PROM və s. EPROM, EPROM, Flash ROM-lar var. RAM-ın növləri var. ECRAM, ondan sonra DRAM bunlara bölünür. Bunların növləri var ayrı. Baxsam buradan əlavə kimi görüm. RAM təbii ki, daha sürətlidir. ROM zəif sürətə malikdir. Onlar müxtəlif məqsəd istifadə olunur. Belə. Çox da dərin mövzulara girməyə ehtiyac yoxdur RAM-la ROM-da. Ümumi RAM-la danışdıq. RAM storage qüvvələrindən dedik ki, qurğularından məlumat bura ötürülür və buradan daha sürətli şəkildə sistemə ötürülməsi üçün istifadə olunur. İndi RAM-ların ümumi növlərindən danışsaq, bir ECRAM-lar var, bir DRAM-lar var. ECRAM-lar statik RAM edir, DRAM-lar dinamik RAM edir. Statik RAM-lar ana plataya birbaşa lehimlənmiş formada gəlir. Dinamik RAM-lar isə artıq növlərə bölünür. Bu növlərdə artıq soket və DIMM slotlarına taxıl çıxardığı formatda olur. RAM slotlarına taxıl çıxardırır. İndi qısa ECRAM-dan danışsam, daha sonra bunlara danışacağım. Dedik ki, 2 bölünür. ECRAM, DRAM. Bu ECRAM gördüyümüz kimi ana plataya lehimlənmiş formada olur. Dinamik RAM burada. İndi SODIMM və DIMM formaları var. Bunlardan da danışarıq. Bu ana plataya lehimlənmiş formada olur. Ən çox belə deyək ki,
CPU-da keş yaddaşlarında istifadə olunur. L1, L2, L3 keşlərdə istifadə olunur. Keş yaddaşlarına çox da toxunmaq istəmirəm. Çünki CPU dərsində bundan ətraflı danışacağam. Ona görə burada çox beynimizi yormuyor. Bilək ki, statik RAM-da elektrik cərəyanına qədər istifadə olunmur. Burada məlumatlar belə saxlanılır və məlumatlar daim onun üzərində qalır. Daim üzərində qalmır, yəni dəyişir. Prosta elektrik cərəyanına qədər istifadə olunmur da statik RAM-da. Dinamik RAM-da isə istifadə olunur. Form faktorlarına baxsaq, dimin isə iki form faktoru var. RAM-ların dim, dinamik RAM'lar iki form faktorları var. Dim və SODIM'dir. Dim personel üzərində taxılır. SODIM isə notebook üzərinə taxılma standartındadır. Gəlsən bunların taxılma videolarına baxsan buradan. Səsə bağlasan buradan ki çıxmasa. Buradan görürsünüz ki bu ana platıdır. Buradan heç bir şeylə taxmadan bunu keçirdirsən. Bunlar qıraqlı vəziyyətdə olur, çıxmış vəziyyətdə olur. Sadəcə buradan əli ilə taxır, əli ilə taxmaya ehtiyac yoxdur. Üstdən bərk basanda görürsünüz ki, tam olaraq oturur bu. Bunu tam oturduqdan sonra bitir. Amma sodium'a gəldikdə, sodium da bu tiplidir. Görürük ki, buradan qıraqdan keçirdirsən. Tak gelirsən taxma. Bu eyniyə çıxarılanda da burada gördüyünüz simlər var. Sadəcə bunlar sağ və sol hissələrə aralanır. Çəkilir qırağa. Ondan sonra RAM çıxır. Bu salıb çıxarma yəni bu. Çox rahatdır amma. Taxıldıqda da üstünə taxırsan, üstdən gedirsən, bu hissə keçdikdən sonra tak gelirsən keçir. Təzədən baxsan video burada ilk buradanı biraz bu çox eyni ilə salırsan. Bir tərəfə salırsan, tam oturduqdan sonra aşağı çəkdə tam oturur artıq RAM. Bu da RAM'ların taxılması idi. DRAM'ların bir SDRAM'larla DRAM'ların fərqi. RAM'lar tezliği üzerinde işləyir. Megahertz tezliği var. Yani saniyede 1 milyon əməliyyat yerinə yetirə bilir. Bu megahertz tezliği əvvəlki SRAM'larda bir yüzündə var idi. Bu kondensator və tranzistör. Amma artıq 200'lündə də var. Bunlar dinamik RAM'larında artıq bu tiplidə. Bir də DDR double tipli RAM dedikdə nə başa düşdük? Biz dedik ki, RAM'lar tezliği üzərindən işləyir. Tezliği üzərində işləyirsə, tezliği belədir, düzdürmü? Elektrik cərəyanının tezliyidir də bu. Okay. Bu tezliyi double tipli olduqda nədir? Əvvəllər ancaq alt tezlikdə işləyirsə, SDRAM'lar. Amma double tipli RAM'lar həm də üst tipli tezlikdə işləyir. Amma həm üst tipli, həm alt tipli iki tezliyi də qəbul edə bilir. Ona görə həddən artıq sürətli o RAM'lar. Əvvəllər sadəcə bir üst və altda işləyirdi. İndi həm üst və həm alt tezlikdə işlədiyi üçün daha sürətli olur. Belə. İndi DRAM-ların növlərindən desək, buradan DDR1, DDR2, DDR3, DDR4, DDR5 var. Bunlardan qısa danışacağım. DDR1 çox demək olar ki, bir-iki dəfə görmüşəm. Məlumat ötürmə sürəti özünün çox aşağıdır. Çox bunların nəzəri hissəsinə toxunma ehtiyacı yoxdur. Amma kompüterə hazırlaşırsa, E+-a burada bunları öyrənmək lazımdır. Suallarda düşür. Sıxan texnologiyadır. Tezliyi də çox zəif olurdu. Ondan sonra double DDR2 RAM'lar var görürük ki burada. Bu DDR2 3 tipli RAM'lar maksimal bir RAM'ın 8 GB ola bilər. 8 GB-dan artıq dəstək eləmir yəni. O cəhətdən məzundur. Buradan DDR3'ü görürük. Artıq buradan həm hertz sürətləri artıb, həm də band genişlikləri artıb. İnsanların da dəyişikliyi baş verir. Bizim işimiz əsasən DDR4-dədir. İndi təbii ki bu DDR4, DDR5 deyil, DDR3 deyilir. Bunların tezlik strukturuna baxsan, bu tezliyi ilə işləyir də, megahertz standartında işləyir. Bu tezliyinə buna baxa bilərsiniz. Yəni 800 900 tezlikdə də işləyə bilər DDR4. 1600 də bu. Təbii ki bunların növləri var da, inkişaf etmiş formalar var. Yəni sən DDR2 dənə DDR4 alarsan, onların həm tezliyi standartlara uyğun gəlməlidir, həm bütün məlumatları standartda band genişlikləri yadları tam uyğun gəlməlidir. Ona görə baxanda bu RAM'ların 2 dənə sizdə bir 8'li RAM var, bir də 8'li RAM, düzdür? Bunu taxıb 16 eləmək istəyirsiniz. Tanışıdan birini aldınız. Taxılınız işləmir. Niyə işləmir? Çünki 2 RAM-da bütün tezlik və standartlar eyni olmalı ki, işlənsin. RAM da ona görə aldıqda baxmaq lazımdır ki, bu bundan uyğun gələr, bu tezliklə bu tezlik ikisi üstə düşür, düşmür. Buna görə uyğun olur. Tezlik sürətləri ümumi eyni olmalıdır. DDR5-də də eyni ilə, hətta daha
üst tezliklərə malikdir. İndi buradan 1600-1200 yazılsa da 6000 tezliyə qədər artıq DDR5-lərdən 6000 tezliyi istifadə olunur. 5000, 6000 tezlikdə. Hələ ki DDR burada çıxması gözlənir yazsa da, amma hələ ki səhv eləmirəmsə DDR6 RAM hələ çıxmayıb. DDR5 6000 tezliyə qədər işləyir. Yəni bu megahertz gedir. Yəni milyon əməliyyat üzərindən işləyə bilir. Bu ümumi RAM'lar idi. Ümumi RAM'lar haqqında danışdım. RAM'ları da alanda biz DDR4, DDR5 deyirik. Ana platanın hansı DDR tip dəstəklədiyinə də baxmaq lazımdır ki, onun üzərindən RAM olsun. Sən ola bilər ki, sənin ana platon DDR3 dəstəkləyirsə, sən bir dənə 4 taksonda yenə işləməyəcək. Çünki sənin ana platon maksimal DDR4 dəstəkləyir. Ona uyğun RAM-a, plataya uyğun RAM almaq lazımdır ki, problem çıxartmasın. Həm də ki 2 RAM-ımız da olduqda bu 2 RAM-ların bir-biri eyni olmalıdır ki, bu məlumat ötürməsi gətirə bilsin. Bir də ki, çoxlu slot yuvalarından danışsan, nə qədər slot çox, o qədər yaxşı. Yəni belə deyək, sənin bir dənə 32 olmağındansa RAM 2 dənə 16 almağın daha sürətli işləyir. Çünki 2 ayrı RAM fiziki qurğusu ilə həm tranzistor, həm də kondensatoru yolu təşkil etdiyi üçün bu da daha sürətli işləyəcək. Belə başlasaq bu RAM haqqında idi. RAM ümumi bir dərs ayıracağam ki, kompüterləri necə almaq olar, hansı standartları ilə. Artıq bu nəzəri mövzular bitəndikdən sonra bir videonu onun üzərindən təşkil edəcəm. Daha sonraki belə deyək, harda format dərsindən, ondan sonra praktika dərsindən davam edirik. Bu format dərsindən bir dərs əvvəl deyər ki, kompüterləri necə almaq olar. Təbii ki, necə almaq dedikdə biz nə istəyirik, əsas faktoru budur da, bizim maliyyəmiz nə qədərdir və s. ondan sonra bunlar gəlir. Deməli, NIC kartı nədir? Network Interface kart edir yoldaşlar. Biz genişləndirmə slotlarına bunu taxırıq ki, personal və notebooklarımız əlavə və daxili sistemdən internetə çıxa bilsin. Təbii ki, biz notebook nəyə görə dedim ki, ekstern formada biz NIC kartından istifadə edirik ki, daha sürətli tezlik. Sənin kompüterin 5 GHz dəstəkləmirsə, sən 5 GHz dəstəkləyən bir dənə flashli USB-li NIC kart taxsan, artıq həm 5 GHz-i də götürəcək. Təbii ki, bu ümumi standartlarından da şəbəkə üzərindən danışaraq. İndi o qədər çox danışmaq istəmirəm. NIC tiplərinə baxanda deyirəm ki, bizim LAN tipli personel taxırıq bu 4x slotlar üzərindən taxırıq buradan. X slotlar üzərindən taxırıq. Artıq indi LAN üzərindən internet çıxır. Bir wireless NIC-imiz var. Bunu taxırıq ki, personel wireless üzərindən internet çıxsın. Bir də USB NIC-lərimiz var. Həm personel, həm notebook-a taxa bilərsiniz ki, daha sürətli ola bilsin. Yəni sizin NIC üzdən. Həm də ki, xarici anten nə qədər yüksəkdirsə, bir o qədər də interneti daha uzaq məsafədən çəkməyə dəstəkləyir. Bir də ki, dedim ki, 5 GHz tezliyində daha sürətli işləyir. İndi danışacağıq ekran kartından. GPU, yəni Graphics Processing Unit gedir. Vizual məlumatların işlənməsinin daha keyfiyyətli, daha stabildiyini təmin edir. RAM danışsaq, RAM 2 tipli var. Xarici integrate, daxili integrate və detected grafik var. Xarici ekran kartları var. Bunlar bizə nə üçün kömək olur? Daxili ekran kartı dedikdə xüsusən daxili ekran kartında artıq CPU daxilində də yerləşir bu ekran kartları. Amma orta mənzilli vizualların işlənməsində daxili ekran kartları çox inkişaf edib. Yəni nə qədər biz xarici ekran kartlarından danışsaq da, daxili ekran kartda bir o qədər inkişaf edib onu desək. Xarici ekran kartları dedikdə biz genişləndirmə slotlarına taxırıq ki, buradan artıq monitor üzərində bütün idarəçilik bu ekran kartı üzərinə getdiyində daha sürətli olur. İndi buradan qısa danışsam, bura. Biz belə dedik də, bu bizim monitorumuz idi. Bu bizim RAM'ımız idi. Bu da bizim SD kartımız idi. İndi ekran kartını belə təsəvvür eləyək biz. Buradan SSD-yə RAM-a gedir, düzdür. RAM-dan artıq ekran kartına, ekran kartından hara gedir? Monitora. İndi buradan desək ki, məlumat sistem açılır, buradan bura yüklənir. Artıq sistem açılıb, düzdürmü? Artıq ekran kartı üzərindən sistem daha sürətli, daha keyfiyyətli göstərir. İndi ekran kartı bizə nə üçün lazımdır? Misal sən 5 GB-lıq bir sayda oyun oynayırsan,
və ya vizual məlumat işləyirsən, artıq vizual məlumatlar hər bir pikselinə görə ekran kartı məsuliyyət daşıyır. Ekran kartı bu monitorda olan hər bir vizuallığın təyin edilməsi üçün özlərində olan korlar üzərindən işləyir. Yəni bu korlar indi CPU-da da kor var, təbii ki, HD-də də kor var, amma ümumi onu danışarıq. Sadəcə bütün məlumatlar bunun üzərinə götürür. Artıq bütün vizual işləmələr ekran kartı üzərindən monitorun üzərinə ötürülür və keyfiyyət daha keyfiyyətli və daha sürətli olur. İndi buradan qısa danışdım. Gəlsək biz ekran kartlarının növlərinə, xarici və daxili ekran kartları var. Biz daxililər inkişaf edib həqiqi. Xaricdə olmayanda işimiz ötürür. Amma təbii ki, xarici olduqda artıq daha çox vizual məlumatlarla, oyun və qrafik işlərini işləyirsə, bizdə xarici ekran kartı qaçılmazdır. Yəni siz qrafik dizaynersə və s. işlə məşğul olursa, xarici ekran kartı almamız üstünlük deyil, vacibiyyatdır yəni. Buradan ekran kartının detallarından danışsaq, burada artıq GDDR prinsipləri var. Burada VRAM artıq oynayır. Çünki VRAM RAM-a indi qədər olmasa da RAM artıq ən son ekran kartları RAM-ları artıq 24 VRAM-a qədər gəlib çatıb. VRAM nədir? Virtual RAM gedir. Biz CPU-da kor sayı azdır. Misal deyək ki, 8-10 kor sayda, amma ekran kartında həddindən artıq çox kor sayı var. Çünki hər bir pikselə görə monitordan, hər bir pikselə görə o korlar fəaliyyət göstərir və ona uyğun VRAM götürür özünə. Yəni buradakı üçün müəyyən VRAM ayırır ki, ekran daha sürətli işləsin və daha axıcı olsun. Məntiq ilə budur. İndi GDDR5 prinsipi biraz köhnə standartdır indi müasirə görə. Normal minəştədiyyat görüntünün ötürülməsində daha yaxşıdır. Burada baxsaq ki, təbii ki, burada cərəyan baxıram ki, oxuma məlumat sürəmədə 8 GB-dir, 64 GB band genişliyinə malikdir. Maksimum yaddaşı 8 GB. Yəni biz 8 GB ekran tipli RAM-lar ekran kartları görürsək, bu biləcək ki, GDDR5 standartına malikdir. İndi GDDR6-dan danışsaq biz daha müasirdir. GDDR6 artıq 3060 və 3060-dan üstündə ekran kartları üzərindən Nvidia-nın kartları dəstəkləyir. Buradan ümumi baxsaq görürəm ki, sürəti 16 GB-dir, band genişliyi isə 96 GB-a qədər dəstəkləyir. Artıq 4K renderləmək əgər istəyirsə, bizim ekran kartımızın standartı GDDR6 olmalıdır. GDDR6-dan aşağıdırsa, GDDR5-dirsə biz 4K ilə məlumatları keyfiyyətli çatdıra bilməyiz. Yəni belə deyək, sizin 8K bir monitorunuz varsa, siz ekran kartınız GDDR5-dirsə, siz o 8K görüntünü, 4K görüntünü alamayacaqsınız. Sizin 4K görüntü almaq üçün GDDR6 lazımdır. Bir də ki, ən müasir var, GDDR7 var. Artıq 8K daha üst görüntü keyfiyyətləri istəyirsinizsə, sizin ekran kartınız GDDR7 olmalıdır. GDDR7 həm vizual məlumatlar işləməsində, həm VRAM genişliyində həddindən artıq çoxdur. Böyük oyunların oynanmasının yadda GDDR7 yəni çox ölüm bir şeydir, belə deyək. Ümumi VRAM-dan danışaq, VRAM görürük ki, əsas tipin üzərindən qıraqlarında yerləşir VRAM. Bu VRAM nə qədər çoxdursa bir o qədər yaxşıdır ki, hər bir vizual məlumatdakı pikselə görə oradan bir VRAM ayırır. Həm daha sürətli, həm də daha çox geri dönüşümlü, arxaya dönüşümlü belə deyək də sürətli işləyir. Xüsusi FPS-lərin artmasında VRAM çox yəni önəm eləyir də. Biz VRAM-ı nə qədər ekran kartı balsa da VRAM-ın nə qədər olmasını dəstəkləyir. İndi modellər üzərində keçəndə oradan danışacağam. Deyir ki, DDR-la GDDR biz danışdıq. DDR-la GDDR-ın fərqi nədir? DDR RAM standartları üzərində nəzərdə tutulur. GDDR artıq ekran kartı standartları üzərində nəzərdə tutulub. Biri RAM-la işləyir, biri VRAM-la işləyir. Daha vizual məlumatların biri işlənməsi istəyir. Biri də ümumi prosesorun işlənməsində üstünlüyü rol oynayır. Belə. İndi biz istehsalçılara baxaq, vendorlara. Biz ekran kartı deyəndə hansı istehsalçılara, vendorlara üstünlük verilməlidir? Hansılar ən yaxşıdır, ondan danışsaq. Təbii ki, biz ekran kartı dedikdə ən məşhur firmalardan bəlkə də birincisi mən deyərəm Nvidia-dır. Nvidia-nın ekran kartları bu dəqiqə danışsaq bütün firmalar da olsun üstünlüyü Nvidia verir. Təbii ki, qiymətləri də yaxşıdır. Amma yaxşı mənasında bahalıq mənasındadır. Amma üstünlük cəhətdən həqiqətən üstündür. Ümumi danışsaq model tiplərinə görə hər bir vendorun üst və alt kateqoriyaya bölünür ki, bunlar istehsalçı prinsiplərində burada yəni üst təbəqə və alt təbəqəyə bölünür. İndi orta təbəqə də var. Nvidia-da GTX prinsipi daha alt və orta təbəqəyə fokuslanıb.
Ucuz qiymətə, yəni normal performanslı ekran kartlarıdır. GTX 1650, 1660, 1660 Ti və s. Ti-dən dediyimsə toxunum ki, Ti daha bu ekran kartının max modda alacağı performansı daha da artırmaq üçündür Ti modellər. Yəni normal modulda biz 8 VRAM görürüksə, artıq Ti-də biz 12 görə bilərik. Çünki max performans modunu aldıqda bu 12-yə qədər arta bilər. Daha orta modullardan danışdıq. İndi modellərin RTX modellər daha üst, xüsusi gaming fokuslu, daha üst performansları dəstəkləyir. Təbii ki, bu RTX-in də nəsilləri var. Biz RTX seriyasından danışsaq, 30 seriyası vardı. 3090'a kadar. Hardasa 2022-23 istehsallar idi. Daha sonra 40 seriyası geldi. Ondan sonra da 50'di hal-hazırda. Bunların fərqləri nələrdir? 30 seriyasında o qədər biz görməsək də AI ilə üzərində işləmə görməsək də artıq 40 seriyasında AI başladı. 50 seriyasında da demək olar ki, da AI üstünlüyü çox ələ alıb burada. AI burada nə işimizi görür? Bir də hər hansı bir pikselin görüntüsünün AI üzerine bərpasını təşkil edir ki, hər hansı bir görüntü bulanıqlığı, FPS düşüşünün qarşısını alsın. Belə ekran kartının modellərini Nvidia budur. Başqa da danışsaq, AMD Radeon'dan danışsaq, təbii ki, burada da RX seriyasından görürük ki, orta səviyyədə RX 500 5000 var. Daha sonra biraz yüksəkdə RX 6000 görürük. Ən üstdə RX 7000'dir. Bunların da təbii ki, bölünür. 7900 var, 7800 var. Qiymət performansa görə dəyişir. En üst modullar 7000 RX seriyasıdır. Ama televizyonun bir de Intel'in RX var. Bu da tabii ki giriş orta seviyesinin A500, A500 misal diye A500, A580, A590, A570 var. Burada da Ark'ın A770, A750. En üstünleri ise buradan Nvidia ve AMD'nin yarışında təvəllüdü olan A9'dur. Ama ben çok Intel görməmişəm, sizə nə yalan deyim. En gördüğüm Nvidia'nın GTX RTX modulu. Hal-hazırda məndə də Nvidia'nın GTX 1650 modelidir. Belə bu ekran kartlarının haqqında danışdıq. İndi də biraz ekranlar haqqında danışaq, monitor tipləri haqqında danışaq, ekran tipləri haqqında. İlk tipli görürük ki, bu daha çox qırta bildiyimiz Cathode Ray Type bildiyimiz köhnə ekran tipləridir. Burada qaz modulları vasitəsilə sistem işləyirdi. Həm yüksək cərəyanı, həm də daha keyfiyyət aşağı idi. Demək olar ki, artıq bundan istifadə olunmur. Daha sonra plazma tipli ekranlar var idi. İndi də istifadə olunur. Ucuz olduğu üçün daha böyük ekranlar üçün plazma ekranlar da satılır. Xüsusən kontakt həyatda istifadə edən var. Ekran tiplərini bilməyən də buradan şey görürük ki, ucuz qiymətlidir. Bu üstü ekran biraz təəccüblü olur, amma ekran keyfiyyətinə baxanda bunu bilinir. Plazma ekranlar ekran keyfiyyəti biraz aşağı olsa da, buradan hər bir piksel müəyyən qaz dəyərinin üzərində işləyərək məlumatları oradan götürür və vizual canlandırmanı təşkil edir. Burada keyfiyyət aşağı da olsa da, ümumi biz televizor ya da istifadə olunanda plazma ekranlar işin görür. Artıq biraz üst səviyyəyə gəldikdə isə LCD ekranlar gəlir. Şüşə üzərində şu işıqların qırılması nəticəsində ekrana görüntü verilməsini təşkil edir. Bu LCD tip ekranlar. LCD'nin əsas işi buradan ümumi işıq fokusundan buradan işıqlar buradan qırılır və həmin rəng çalar üzərində şüşələr üzərində məlumat buradan ekran görüntüsü canlanır. LCD'nin biraz çox inkişaf eləmə şey olsa da görürük ki, buradan diyotlar üzərində buradan ekran ötürür və buradan şüşələr qırılaraq hem şüşələr üzərində işıq qırılaraq burada vizual məlumat canlandırılır. Bunun biraz üst model LED ekranlardır. Artıq burada diodlar üzərindən təmin olunur. Hər bir diod üzərindən işıqlar ötürür. Görürsünüz, burada yeni işıqlar qırılır. Həmin rəngə uyğun canlandırılır da. Daha üst performansda OLED ekranlardır. OLED ekranlarda indi LED ekranların organik LED ekran da deyilir. Buradan daha üst formasıdır. Bu görüntü keyfiyyət baxımından OLED daha yüksək performansa malikdir. AMOLED-dən integrasyonunda daha keyfiyyətlidir. Ümumi AMOLED ekranından görün buradan danışmışam yoxsa? Elə AMOLED bunların növüdür. Ümumi AMOLED ekran dedikdə biz nə başa düşürük? Gəlin buradan toxunum. Buranı yenə sileyim. Biz misal götürsək bir telefon ekranı götürək belə. Bunu telefon götürsək, burada da pikselləmə üzəridir.
Bu AMOLED-dən IPS-in qısa fərqini danışıram. Düz bunlardan slaydın qalançısını danışacağam, amma qısa toxunum. Misal IPS ekranına başlayacaq. IPS ekranının arxasında belə işıqlarımız var. Görürüz ki, belə işıqlar var. Ekran bu işıqlar hamısı eyni vaxtda yandırılır və buradan lazım olan yerdən vizual görüntü canlanır. Bu nəyi pisdir? Ha, burada sırf görüntü canlandırılsa, buradakı bütün ledlər, arxadakı diod işıqlar yandırılır ki, həmin görüntü oradan təmin oluna bilsin. Onda bütün rənglərin biz qarı və ağ üzərindən yarandığını bilsək, bilirik. Hə, bu nə qədər qarı ilə ağı bir o qədər fərqləndirə bilsək, vizual keyfiyyət daha da artır. Yəni burada sırf koloru qara edə bilsək, burada ağ canlansa, ağ burada daha keyfiyyətli görsənəcək. Düzdürmü? Bu IPS ekranlar görüntü genişliyi baxımından yaxşı olsa da, görüntü keyfiyyəti, düzdür, göz yorma baxımından IPS yaxşıdır, göz yormur. Amma bir baxımdan da keyfiyyəti aşağı olur. Yəni biz 4K IPS ekran görsəydik, biz o 4K keyfiyyəti tam görə bilmərik. Amma AMOLED ekranı var. AMOLED ekran hər bir pikselə görə bir işıq buradan diodu qoyub ki, buradan məlumat görmək istəyirəm, düzdür? Buranın məlumatını görmək istəyirəm də. Artıq bunlar sönür, sırf buradakı işıqlar, yəni ki, həmin hissənin kolor rəngi göstərir bizə. Yəni biz ekranda burada alma şəkli görürüksə, buradan bütün işıqlar sönür ki, sırf qaranlığı burada ala bilək. Və nəticədə burada daha görüntü keyfiyyəti artır. Bu da qısa AMOLED ekran haqqında danışdım. Ümumi buradan danışsam, OLED-dən danışım. AMOLED-in OLED tipləri olanda keyfiyyət daha üstün olur. Yəni işıq qırılmalar olsun, keyfiyyəti daha artır. Bir də QLED ekranlar var. Ən keyfiyyət baxımından ən yüksək ekranlardır. Quantum üzərindədir. Yəni quantum nöqtələri texnologiyasına yaranılıb. Keyfiyyət həddindən artıq üstündür. Yəni QLED ekran işlədib görsünüz telefonlarda yatda ən üstün model budur. Ümumi bölsək buradan hamısını danışım. Ümumi ardıcıl kimi bölürəm. IPS ekranlar qiymət cəhətdən ucuzdur. Dedim ki, bayaq izah elədim. Ümumi arxada işıqlar olur. Full ortada da bir görüntü olsa, qıraqdakı işıqlar da aktivləşir. İndi IPS ekran qiymətlidir, ucuzdur, amma göz yorğunluğu baxımından IPS çox yaxşıdır. 90% kompüterə görə IPS ekrandır, çünki göz yorulmanın qarşısını alınır. Bir də ki, qiymət cəhətdən ucuz olduğu üçün orta performansda IPS ekrana daha üstünlüyü göstərilir. Bir də qıraqdan ekran görüntü ucaqlığı baxımından, bucaq tezliyi baxımından daha qıraqdan rahat görünür də. Qıraq bucaqdakı görüntülər daha yaxşı görsənir. Tin ekranlar var. LCD ekran texnologiyasıdır buradan. Bu sırf sürətli fokusludur. Yəni daha üst sürət ekran FPS tezliyini dəstəkləyir. Bu ümumi FPS-dən danışım. FPS bir üçünədir yoldaşlar. Sadəcə ekranda 1 saniyədə olan şəkil dəyişimidir. Əvvəl görürdük də biz. Belə bir şey oldu. Belə vərəqlə asırdıq müəyyən bir animasiya canlılarda. Bu ekranlar da ümumi belədir. Yəni biz burada bir video görürüksə, buradakı şəkillər yoxdur. Buradakı şəkillər burada ardıcıl olaraq göstərilir. Yəni 1 saniyədə bu şəkillərin ardıcıl olaraq göstərilməsidir. Biz 60 FPS deyiriksə, ekranda 1 saniyə içində 60 dənə ardıcıl şəkil göstərilir. Videolarda belə çəkir. Yəni biz video çəkəndə ancaq onun həmin epizodların şəkli çəkilir. Ardıcıl olaraq şəkillər qoşulur, nəticədə video gəlinir. Yəni o qədər sürətli olur ki, biz onu hiss eləmirik. Amma videolar da yaddadır, bunlar hamısı bir şəkillərin ardıcıl qoşulmasıdır. FPS də eyni məntiqlə. Biz 60 FPS deyiriksə, ekranımızda saniyədə dəyişən 60 dənə şəkil görürük. İnsan gözü maksimal 60 FPS dəstəkləyir, amma indiki ekrana baxsaq 60 FPS dəstəkləyir deyilir, amma biz üst tezlikləri də hiss eləyə bilirik də. Baxın, 120 tezliyinin 60 FPS-in fərqini çox rahat hiss edə bilirik. Ümumi buradan ekran tipləri alsın. İndi hansı ekran tipinə daha yaxşıdır desək, yenə də burada bu sual ön plana çəkilməlidir ki, biz nə istəyirik, biz nə iş görəcəyik? Bu ön plana. Sən vizual məlumatları istəyirsən, 8K görüntü lazımdır. Ucuz qiymət az olsun deyirsənsə, burada sən ekran kartın da yaxşı olmalıdır, monitor da fokuslu olmalısan. Sən QLED ekran axtarırsansa, ekran keyfiyyətinin çox yaxşı olacaq, amma bir o qədər də göz yorğunluğu olacaq. Sən deyirsən ki, oyun oynayacağım, göz yorması buradan çox yormasın gözlərimi. Axıcı olsun. Buradan IPS ekrana fokuslanırsan ki, ekran IPS-i daha axıcıdır. Uzaq küncdən də görüntü qırılımı olmur, daha yaxşıdır. Belə ümumi bugünkü dərsimizdə həm RAM, həm ekran kartı, həm də ekran tipləri haqqında danışdım. Artıq nəzərə alaq ki, bu nəzərim dərslər bitməyə az qalıb. 200 dərs bitsin. İlk son dərsimizdə dedim ki,
deyiləcək nəzəri dəstə. Bir dənə kompüter seçməliydik. Müəyyən standartda qiymət üzərində kompüter axtaracaq. Belə. Bu dərsləri nə qədər də nəzəri olsa biraz üzərinə keçin ki, növbəti dərs keçəndə daha rahat olsun. Artıq heç olmasa bir 5-6 dərsə biz kompüter seçəndə heç problemimiz olmamalıdır. Kiməsə məsləhət sorulsa, siz artıq kiməsə kompüter aldıqda və seçdikdə bu standartları bilməlisiniz ki, nə üçün nə alacağımızı təyin edək. Təbii ki, mən burada ekrandan danışanda telefon standartlarını artıq görürük ki, biz AMOLED ekran dedim ki, hər pikseli ayrı olduğu üçün keyfiyyəti daha yaxşı olur. Biz telefonlarda AMOLED ekran alanda o zaman da displey özelliği var. O daima açıq ekran. Bu AMOLED ekranlarda niyə sırf olur? Çünki AMOLED ekran ancaq digər hissələri söndürür, ancaq həmin hissəyə müəyyən bir işıq fokusu verir ki, orada indi Ozon displeydə nə asılıdırsa, saatsa və hər hansı bir qısa animasyon olsa onu göstərir ki, zərərətqadan çox az yeyir. Ona görə daim açıq ekran deyilir buna. Nəsə yoldaşlar, çox uzatmayayım, sizi də çox yormayayım. Növbəti dərsdə görüşənə qədər Allah'a əmanət. Mən buranı bağlayayım.